Gördüğünüz kimi çəkilişimizin ilk dəqiqəsi yanacaq doldurma məntəqəsindən başlayır. Bu da təsadüf deyil. Bugün gücləndirilmiş, bugün sabah, yəni 3 gün ərzində gücləndirilmiş iş qaydasına keçmişik. Çünki yardımlarımız iri miqyaslıdır deyə özümüzlə bərabər əlavə köməkçi maşın götürmüşük və əlavə 3 nəfərdə, daha doğrusu 2 nəfərdə kömək, yəni insan köməyi. Qınıq ağamızdır, Göyün olan birin staşı maşındır, Göyün olan birdə. Və Kənan Bərdəli ağ maşında staşı köməkçidir. Yüklərimiz, bazarlıqlarımız çoxdur, gücləndirilmiş iş rejimidir. Salam aleyküm. Fonlu bak, maşınları fonlu bak, maşınlar fonlu bak olsun. Çünki hər dəqiqə yanacaq doldurma məntəqələri, onsuz da yanacaqlarımız həmişə fonlu bak olur. Qəşəng, gözəl bir bugün çəkiliş izləyəcəksiniz. Mütləq şəkildə bugün möhtəşəm çəkiliş izləyəcəksiniz. Bugün, sabah və ondan qeyri günlərdə. Videomuzu bəyənib paylaşalım inşallah. Əziz dostlar və qardaşlar. Hər vaxtınız xeyir olsun, əziz və hörmətli izləyicilər, hamınızı salamlayıram. Dəyərli qardaşlar, bacılar, əziz böyük ailəmiz, hər birinizin Ramazan ayınız mübarək olsun, Novruz bayramınız mübarək olsun. Biz də bu hər iki bayram münasibəti ilə hər gün, yəni Ramazan ayı qədəm qoyandan hər gün görürsünüz maşın ərzaqlar, yardımlar, sovqatlar çatdırılır ehtiyacı olan əsil, kasıb ailələrə. Bugün də bu işimiz gözəl şəkildə həyata keçir. Bugün, sabah və bir neçə gün gücləndirilmiş iş rejiminə keçmişik. Artıq görürsünüz, maşın sayımızı da artırmışıq. İşçi qüvvəmizi də, könüllülərdən ibarət işçi qüvvəmizi də. Həm biz əraziyə gedən işçi qüvvəsi, həm də yerdə bu məhsulları gətirib yerbəyer edən qərargah. Yəni ambarımız, Əla qardaşımızın ailəsi. Həqiqətən də bu bir möcüzədir, həqiqətən də bu bir gözəllikdir. Bu gözəlliyi görməmək, bu gözəlliyi duymamağın özü bir xəyanətdir. Hörmətli izləyicilər, bugünkü hələlik olaraq hal-hazırda görəcəyimiz işimiz nədən ibarətdir? Deməli, qoy əvvəlcə onu deyim, hesabımıza külli miqdarda yardımlar gəlməkdə davam eləyir. Bunu mərhələ desəm daha gözəl olar. Yəni, hansı ki videomuz o istiqamətdə, o pulun müqabilində çəkilir, onda desəm daha gözəl olar. Çünki qarma-qarışığa düşmür. İndi, bugün görəcəyimiz nədən ibarətdir? Hal-hazırda, göydən yağış yağır, ona görə bir balaca ehtiyat eləmişik. Hava şəraiti bizə imkan versə, bugün 20 daha çox ailəyə. Hal-hazırda 10 paketimiz, 50 manatlıq paketlərimiz hazırdır. Bunun üçün bizə Rusiyada yaşayan Qardaban rayonunun Vayovka kəndinin sakinləri ümumilikdə 24.600 rubl pul göndərir. Yəni bu da 500 manat pul deməkdir. Biz bu pula 10 dənə 50 manatlıq ərzaq paketi hazırlatmışıq. Bax, 10 dənə ərzaq paketi Qardaban sakinləri tərəfdən pay olunacaq. Deməli, və hər bir payımızın üzərində 2 kiloqram ət, 2 ədəd təndir çörəyi. Ətimizi və çörəyimizi isə Hacı Qabullu bizim xeyriyyətçi qardaşlarımız, Hacı Qabullu Kamil qardaşımız və onun qardaşı Ehtimad qardaşımız. Bunlar, bu iki qardaşlar bizə 1000 Azərbaycan manatı göndəriblər. 1000 Azərbaycan manatının deməli 930 manatına deməli 60 kiloqram ət, yəni 2 kiloqramdan olmaqla 30 pay və 60 ədəd çörək. Hər payın üzərində 2 ədəd çörək. Yerdə qalan 70 manat isə bizim üçün, yanacaq pulu üçün. Hələ ki yağış yağır, biz bunu həyata keçirdək, qurtara bilsək,
Növbəti çəkilişdə deyəcəm. Növbəti yardımlar kimlər tərəfdəndir? Şamaxılı Hacıqalılı qardaşlarımız qeyd etmişdim ki, keçən dəfə 2200 manat göndərmişdilər. Bu gün də 2200 manat göndərdilər. 20 ailəyə, hər birinə 100 manat. Ərzaq, ət, meyvə və 200 manat isə bizə. Hörmətli izləyicilər, siz videomuzu bəyənin, siz videomuzu paylaşın ki, biz də öz işimizi sevərəkdən görək. Komandaya eşq olsun, qını qaqamızdır, var olsun, Allah can sağlığı versin. Ruslanın sinir yoldaşı Kənan qardaşımızdır, qardaşımız balası və bizim Ramin balamız. İndi isə paketlərimizi gətirəyin uşaqlar. Paketlərimizi gətirəyin. Ruslan, gəl. Salam, şunlar var, salam. Al-verin ki, nağıldığı günlər var. Sənlə mənim al-verim nə yaxşı tutur. Deməli, bacım, bugünkü malımızın pulu edir. Masallah Kemal, and ola Allaha. Allah şəfa versin. Bacım, o qədər bərəkətlidir, o qədər bərəkət üzülmür Kemal. Kemal qardaşımıza Allah şəfa versin. Amin Allah. Deməli, günlər bacım, bugünkü məhsullarımız, borcum yoxdur ki sənə. Düzünü də, tamaşaçılar birdən elə bilər, niksiyə götürdü. Hə, bugünkü 500 manat. 1, 2, darvazanın altına cərgənə yığ. Sağda çöldən. Çöldən yığ qınım, çöldən yığ. 3, 4, 500. Bax, bu bugünkü məhsulumuzdur. 1, 2, 3, 400. Deməli, sabahda günlər olacaq. Sabahda 20 dənə paketimiz olacaq. 20 paketimiz. Hər biri 50 manatdan olmaqla. Allah hamısının köməyində dursun, hər bir kəsin. Allah bərəkətlərini bol eləsin. Allah sağlığınızı sağ eləsin. Yəqin ki, mala gedəsin də bugün. Gedəcəm hər Hə, gün. sabahları kom götürəcəm. İnşallah. Hə, sizin işiniz axşam bilirəm ki, gərgin olacaq. 20 paketi eyni anda götürəcəm. Yaxşı. İndi gör nə qardaşım nə almaq istəyir. Yəqin ki, mala gedəsin. Hə, gedəcəm. Hə, deməli 20 paketiniz 50 manatdan 1000 manat verir. Eləmi? Hə. İndi qoy görüm üstündə nə var onu verim. 1, 2, 3, 4, 500, 501. Yox, gəl belə eləyək bacım. Karta bütün 1000 manat vuraram. Hə, karta bütün 1000 manat vuraram. Bütün karta 1000 manat vuraram. Həmi hesabımız dolaşmasın. Nə deyirəm? Nə tər məsləhət edirəm? Karta bütün 1000 manat vuracam, bir gün gedəsən bazara sabah. Yox, sabah olacaqsa bu gün gedim Hə, ki, axşam hər. bir. Hə. Gedim tez gələrəm, heç nə olmaz. Oldu, kartına 1000 manat çəkilişi qutana yön pul vuracam ki. Allah köməyinizə Hə, sabahçı 20 dənə paketimizin pulu. Sən niyə qardaş? Mən sabahlarını sən deyirəm. Mən özümdən Hə, görürəm. hə, baxın mənim Allah'ımızdan gel rambarımıza çəkək. Rambarımız, buradan nələr maşallah, əziz dostlar. Vermə abi. Nələr məhsullar gedibdi buradan. Allah elimizə, obamıza, Allah bərəkət. cəmaatımıza min bərəkət versin. Azərbaycan xalqı sizə Allah ruzi bərəkət versin inşallah. Belə. Qınır, sağ qurban, tez get maşındakı o ayaq altındakı ətin ikisini götür gəl. Hə, onu çəkməmişik. Dənə gətirim elə. Yox, bütün elə torbanın ikisini də götür gəl qına. Hə, hörmətli izləyicilər, yadımdan çıxdı. Onu çəkilişə götürməmişəm. Qoy elə tamaşaçılar görsün ki, yəni ətlərimizdə qrama-qram, hələ artıqdır ki, əksikdir. Hə, günlər bacım maşallah, maşallah. Bax, burada səhərə qədər ərzaqlarımız yığılır. Maşallah, bu il çox gözəl. Hər il olduğu kimi bu il amma daha da məncə bərəkətli oldu. Hə, qımı, gətir ətimizi. Birdən əzizlərim, yadımdan çıxır. Çəkilişə götürmürəm, özüm də narahat oluram ki, mən onu çəkilişə götürməliyəm. Şimdi cəmaat məsələn yeri gələndə nə bilir ki, o paketdəki ətlər həqiqətən də 2 kiloqramdır yoxsa yox. Ay yaşa. 10 kilo da çox. 10 kilo 125, şimdi onu qoy qırağa qınım. Bu Kamil qardaşlarının, Etimad Kamil qardaşlarının sanatıdır. Bu da 1 kilo 65 qram. Bax burada 20 kiloqram ət var. Bunu elə belə qoy böyrə qağa. Ümumilikdə əziz dostlar bu gün 20 kiloqram. Hə? Tərəzinin bölünə qoy, ətləri elə bir qoy içəri. Yəni birincisi hamısı 2 kilo yox. Tərəzini qoy buna qınım. Hə, çəkim. Yəni ətlərdən 1 dənə, 2 dənə, 3 dənə nə bilim qoy. Yəni çəkilərinə, tamaşaçılarınız da baxsın. Yəni hamısı 2 kiloqramdan da artıq. Hə, qoy bura. Bax, məsələn onu qoy bura qınım.
Düzgünlük olan yerdə bərəkət düzülmür. Bəli, bəli, düzgünlük Nə qədər ki düzgünlük var, bərəkət oradan heç vaxt düzülməyəcək. Allah həvəs, Allah göndərsin. Amin, amin, amin. Allah həvəsini versin inşallah. Hə, yox, tərəzi. Bax, bəs salam. İndi bunları qaytar qoyuyor. Yəni əzizlərim, demək istədim ki, hamısı 2 kiloqram. 2 kiloqram özdə mal əti, erkək dana əti. Yəni başqa şey ola bilməz. Bunda kötü neyse yoksa? Da çəkmişi bir də qoy tərəziyə, qardaşım. Yox, koma qoy da, yəni ehtiyat gəlir bu qədər də xırdaçılığa getmə. Yəni əsas ümumi məbləği, ümumi çəki bizə qane eləyir. 10 kilo 125 qram bir paketimizdir. O birisini də qoy. Bunu bağışla buranı ayağımızdan çıxdı sən Allah bağışla. Üzülü sapası kadar. Ha, bu da 10 kilo 65 qram. Əla. Bax bu da bizim çəkilərimiz, ətlərimiz. Qaytar maşına. Qoy maşınımıza. Doldu günlər bacım, sənə qurban Allah olum. köməyinizdə dursun. Var öyle hər bazı. birinizin. Sağ olun. Qardaşın hər yerdə üzünü ağartmısan, hər Qardaşımın yerdə başını yolunda, uzatmısan. ayaqların hər zaman qulluğunda hazıram. Allah hər birinizin canınızı sağ eləsin. Sağ ol qadanınızı bacım, alarım. Allah köməyin olsun. Sağ ol. Oldu qadınam. 1000 manat ola bilsin ki, elə indi gedə vuraram Heç pulu. olmaz, heç Bir dənə seviyədə çıxım, Hə. bir dərhal vuracam ki, İnşallah. sabah sən də təntimə, yəni büyüməyəm, işini büyün görməlisən, sabah yox, yox. yox, axşam eləyirəm. Heç Oldu. Sən gəl payla çəkirəm axşam. Hə, qadanalarım bacım, oldu, sağ ol. Allah bazar versin. Kimə? Hə, qını gəlir. Bacı, mən nə deyirəm lan qarı? Gedirəm ki çölə, o yağış yağmır. Birinin üstüne zor tutdu. Dedim ben bunu birinin üstüne tutdu ve uşağına arasın. Qını, sən kameramı, sən kameranı çək. Mən günlər bacımın kartına qulurum. Otur, nə otur, mən oturmuram, iş görür. Yakın saçlı. Hə qardaş, salam qadanam, salam. Hə, gəlibdi qadanam, 2200 manat gəlibdi, mən də elə bax, ətimin pulunu vermişəm. Ətin pulunu vermişəm. Merin, meyvənin, kartoşkanın pulunu vermişəm, indi də ərzağın pulunu verirəm. Qadanam, sabahlarım səhər başlayacaq, axşama qədər. 20, ailənin 20'sində bir gündə hamısını verəcək. Uşaqları da işçi qüvvəsində artırmışam, maşın sayında artırmışam. Hər şey necə lazımdır, elə də təşkil olunur. Otur oradan, sən ayaq istəşin. Yaxşıdır bacı. Allah haqqı yaxşıdır. Sağ ol. Sağ ol bacı yaxşıdır. Ha valla yaxşıdır sağ ol qadanam. Qına, Ramil, ged o bir telefonumu gətirmənin olan birdən. Qardaş, bir dəfə, yaxşı, bir dəfə də Kapalı ne be? Orada çarptırır Hemen. Kamera standı. Hə, stop ver kameramızı. Get. Hə, şunu malako, qəşək, şunlar vardır. Hə, unumuz, malakomuz. Əladır, əla. Maşallah. Yağış yağmasaydı bir paketin bir nasıl göstərərdim. Ama çalışaq usta. Bir dənə ünvanda bir nasıl göstərək. Var olsun ya. Qəşək. Ben senin mi? Hə, bəs. Komanda ölməz, vətən bölünməz. Komanda ölməz, vətən bölünməz. Staşı maşınsan da sən. Qını da məndə staşı maşındır. Sən bunları verən Allah'a qurban olun. Hə, indi qoy görüm. Bunlar bazı. Sən isbət eləyib. Götürürəm. 3 saatda. Her şey. 3 saatda. 10 tane paket hazırlaya bilərsən, gedib gəlmək. Mümkündür. Yəni mümkünatı var, yox. İndi varımsa qurban olaram. Hər ehtimala qarşı sən hazırlıq gör də. Ola bilər ki, yağış bizə imkan verər. Abraqlı gəlib 10 tane paket. Ay qadanalarım. Oldu. Davay uşaqlar, Hadi maşınlara. istiqamət haradır? İstiqamət Göyn olan birin ardınca gəlirsiniz. Göyn olan bir haradır, siz də oradır. Davay. Parasız ora. Qına, buyur. Davay, qına. Heç nə də elə yerində. Ne diyorsun? Yerində. Hə. Davay, bir dənə paket ət, çörək götürün gəlin qaqalar. Bir dənə paket, bir dənə ət, bir dənə də çörək.
Deməli, hörmətli izləyicilər, əziz qardaşlar, biz artıq başladıq öz deməli işimizi, üzərimizə düşəni etməyə. İlk ünvanı, bax gördüyünüz bu ünvandır. Ne diyorsunuz? Nəfəsiniz, nə var, nə yox, qonaqlığı sizə yiyəcək. İstəmirik, qurban. Allah sizə Hoş ömür geldiniz. versin. Sağ olun, xoş gününüzə gəlmişik. Gəlməlisiniz. Sağ olun bacım, Allah köməyinizdə dursun Sağ olun, sizə. sağ olun. Allah sizin de bayramınızı təbrik edirəm. Çox sağ olun. Oruçluq bayramınızı, ondan sonra Novruz bayramınızı. Qına, WhatsApp telefonumu qaş gətirməyə qazanam. Allah Neçə köməyiniz. bir illərə çıxasınız. Allah köməyiniz olsun. Sağ olun bacım, Allah nətər ömrünüzü vəziyyətiniz? versin. Şükür, belə vallah nə bilim, vəziyyətdən biraz sevgi ilə, balaca ilə əlaqədar, nə bilim. Elə biz də indi gəldik, xəstələnmişdik. Allah özü acil şəfasını versin. Amin İnşallah. Allah, inşallah. amin. Hə, Allahdan nə istəyirik ki, ancaq görək. Həm Bakı müalicəsi gedir, həm bura. Nə bilim Allah. Allah kömək olsun. İnşallah, hə, qına gətir, ay yaşa. Səni verən Allaha qurban olum. Deməli bacım, sizə ümumilikdə həm ət, həm ərzaq, həm də çörək veririk. Deməli, ərzağımızın pulunu 50 manatdır göndəribdir. Qardaban rayonunun Vayopqa kəndinin sakinləri 50 manatdır. Üzərində olan 2 kiloqram əti və çörəyi isə bizim Hacıqabul rayonunun Qarasu kəndinin sakinləri olan iki qardaşlar. Kamil qardaşımız və Etimad qardaşımız. Allah Halal xoşunuz olsun Allah inşallah. əvəzini versin, 100 qatı əvəzini versin. Allah yaxşıların dadına dursun, ne diyeyim, valla. O kadar yaxşı insanlarımız var ki, Allah hamısının köməyində olsun. Çox sağ olun anam. Var olun. Şirin ağzından inşallah. Rızısını getirsin. Amin. Bayram günündə, əziz gündə, hamının rızısını Allah getirsin. Amin. Beş Bacım. günün kazandıqda. Amin Allah. Amin qardaşım. Oldu bacım, oldu. Sağ ol. Şirin ağzından. Sağ ol. Sağ ol. Yaptık şöyle. Öyle bir tane elimi kesmeyeyim. Elimi kesmeyeyim. Ev sahibi. Vay ev sahibi. Ha. Ev sahibi. Ev yok kadar. Getireyim böyle. Gelin buraya kadar. Gelin içeri. Verdim de sana İbrahim'im. Ha vermişim. Ha koyun öyle. Öyle koyun kadına. Gör hala dinliği varsa eti hala dinliğe koyun. Ha, ev yok. Yoktu koy öyle. Stolun üstüne koy. Gel buradan lente götür ustan. Çıkın, bayrağa çıkın uşaqlar siz. Bu lenteyi götüreyim. Hadi tutuyor. Ay yaş, gitti. Göt berzağı. Ay yaş, tutuyor. Hörmətli izləyicilər, videomuz uzun olmasın deyə çəkilişdən əvvəl ünvanlarla, yəni ailələrlə danışırıq. Yəni təlimat veririk də, deyək bax bu çəkilişləndir. Bu yayımlanacaqdır. Sonra övladınız və yaxud yaxınınızın etirazı yoxsa ona görə qısa edirik. Hə. Hanım, adın nə oldu sənin? Zərgür, Hacan? zərgür. Hə, Zərgür ana. Sizə bayram soğuqatı gətirmişik. Çox sağ olun, Allah sizin əvəzini. Çox sağ olun anam. Deməli 50 manatlıq ərzaq paketidir. Bunu göndəribdir Qardaban rayonunun sakinləri. Allah sana onun əvəzini versin. Qardaban rayonunun Vayovqa kəndinin sakinləri. Üzərində 2 kiloqram ət və çörəyi isə göndəribdir Hacıqabul rayonunun Qarasu kəndinin sakinləri. Çox sağ olun. Etimad və Kamil qardaşlar. Şirin ağzından dadasız. Çok sağ olun. Allah köməyiniz olsun. Allah sizə minəvəzin versin. Allah Teala həmişə başınızın. Amin anam. Amin Allah. Allah Teala sizə həmişə pis işlərdən qorusun. Amin. Amin Allah. Çox sağ ol Şirin Görün ağzından. gedəlim. Sağ ol anam. Allah evinizi var eləsin. Çok Qadanız sağ var. olun. Qadın. Sağ ol anam.
Adın ne oldu senin? Asif'ti. Ne? Asif. O Asif bize yardım Asif düzünü de görür. Kendi bana. Səbuhunel. Sabah kimdi? Cabbarlı Səbuhunel. Asif de kalsın siz. Biz polisiye bizim harda qalmamız neyse. Cabbarlı Səbuhunel uzun qulağını sen uğramısan yoksa düzünü de. Uzun qulaq. Səbuhi Cabbarlının uzun qulağını uğrayıblar. İz gəlib bura çatdı. Axtarış eləsə tapsa qapıdan incimə. Canım bak. Canım bak. Onu da gəl qapını gətir. Çünki iz məni bura gətirir. Harda gizlətmişsən? Vesibəti o biz uzun qulaq axtarırıq, uzun qulaq. Sən gitmirsən yox. Buraya gidiyorum. Adın ne oldu sen? Asif'ti. 50 cibinden sonra Asif. Sen niye bu kadar ürəklisən? Sen niye bu kadar deli boy oğlansan? Maşallah, maşallah, Ben maşallah. kapıma orada geçtim. Aycan? Ben kapıma geçeceğim ilk günleri. Ay senin qadanalım sana. Qapında quzu kəsim. Nətər sənin qapını nə? Ben kapımda orada geçtim 5 vakti. Kişi oğlu kişisən. Gətir. Gətir. Qaqamın gətirin mükafatını verir. Məni tanıdınız siz. Hey sizə qurban olum. Vacib tanımadın məni. Tanıdım. Hey sizin qapıda kaçarka vurmuşuq. Sizin qapıya xaladenlik gətirmişik. Babam o vakti, babamıydı o vakti sizin yanında duran. Hey. Ölüp. Elxan hanı? Atam yok dedi. Elxan hardadır? O da o ne oluyor? Ha heç nə özüm zarafat edirəm. Boş yedim. Zarafat edirəm, qadın olum heç nə. Elxan hardadır be atam? Anan hardadır? Anam işte işleyir. İşleyir. Ay, telefon zəngi bir saniyə dayanmır. Ben telefonlarımı gətirin qaqa. Başınıza dönərəm. Sağ ol. Bax əmilərin yardımıdır. Sağ ol. Ərzaqdır, çörəkdir, ətdir. İnşallah şirin ağzından dadasınız. Sağ ol. Oldu Allah kızım. size değmez. Sağ olun. Sağ ol Allah başınıza size dönərəm. değmez. Sağ olun, var olun. Hala hoş. Böyümüşsünüz maşallah. Xeyla böyümüşsünüz. Sen de maşallah gözəlləşmişsin. Adın neydi senin kızım? Nasıl? Nasıl? Allah. Münibeti nasıl değiller? Hay can. Münibeti nasıl değiller? Ay size qurban olum. Her şey yaxşıdır mı? İnşallah hem şey yapsın. Oldu qadanız alım, oldu. Sağ olun, sağ olun. Salam mələkki. Anam əvvəlcədən xahiş edirəm, video çəkilişin problemi yoxdur ki, yardım paylayıram. Hə? Problem yoxdur ki? Hə, laf yaxşı. İcazə olar həyətinizə daxil olaq. Buyurun, uşaqlar. Gətirin, yardımlarınızı gətirin. Nəfəs. Biz yardım paylayırıq. Xeyirxah qardaşlarımızın, bacılarımızın bu əziz gündə, bu Ramazan ayında yardımlar edirlər. Sizin kimi həqiqi ehtiyacı olana. 50 manatlıq ərzaq paketidir əzizim. Qardaban rayon sakinləri tərəfdəndir. Üzərində 2 kiloqram ət və çörək. Hacıqabul sakinləri tərəfdəndir. Allah başlarından korusun. Şirin ağzından Sağ olun. dadasınız. Allah şirəti dursun. Sağ olun, var olun. Hala hoş olsun. Sağ olun. Yalnız etle suya götürüyor. Hayır diyəsiz. Zəhmət olmasa çıxartız da bu ara. Baş, baş, baş. Buranı bizə yönətdilər. Bu ünvanı ki, ehtiyacı olan bir ünvandır. Evin ailə başçısı da yoxdur. Xanım dedi ki, bir dəqiqə üzr istəyirəm, çıxıram. Yəqin geyimində düzəliş eləyir. Tərtərli anamız, əllərindən öpürəm. Tərtərli anamız hesabımıza ümumilikdə 120 manat göndərdi. Ana 20 manat bizə göndərdi. 100 manatı da ana bildirir ki, Eminin, Arifin, sağ olun. Bir də Məhəmməd Ustanın deməli evinə, hər birinin evinə 30 manatlıq, yəni 33 manatlıq ət alıb verərsiniz. Var ol ana, əllərinizdən öpürəm, Allah sizə ömür versin inşallah. Öz kameranı mən tərəf tutaraq xanımı çəkmə. Xanımı çəkmə. Yox, hoşdur, nə olacaq adam çəkiləndə, orada bir iş yoxdur ha. Sağ olun, var olun, Allah köməyiniz olsun. Nədir bu, nə işlə bağlıdır belə? Bu yardımdır, yardım. Yaşaməlimsiz siz? Bəli, Hə, laf yaxşı. yardım Bir deyir. dəfə də sizə yazmışdım. Yazmışdır. Hə, sizə yazmışdım, düşə bilmədim prosta. Sənin yoldaşın həbsxanadadır. Yox, yox qadam, oğlum tutulubdur balam. Oğlun Hə, tutulubdur. balam tutulubdur. Bir oğlum da əskər idi, mən sizə o vaxtı yazanda.
Sonra indi əskərdən gəlib şükür Allaha. Belə də yavaş-yavaş. Aydındır. Gətirin qaqa. Gətirin. Hə, hər paketdə gedir. Allah Xanım ona görə çəkmirik ki, Çox sağ olun. oğlu tustaqdır. Yəni şərait göz önündədir. Yəni baxanda bilirsən ki, hə, bu ehtiyacı olan adamdır. Sonra nə Sağ olun. Allah köməyiniz olsun. problem olmasın da videonu çünki sonra çıxartmaq olmaz. Niyə problem olur ki? Siz eləmirsiniz, dəstək olursunuz baş kəsiklərə, imkansızlara, şəhid ailəsinə, nə bilim indi qazilərimizə, kimə kömək edirsiniz, Allah ürəyinizə görə versin. Orada bir pis bir şey yoxdur. Heç kim də sizi qınaya bilməz. Sağ olun. Təşəkkür. Allah köməyiniz olsun. Deməli Yenə də 50 manatlıq ərzaq paketidir. Təşəkkür edirəm. Qardaban rayon sakinləri tərəfdəndir. Üzərində 2 kiloqram əti, çörəyi isə Hacıqabul sakinləri tərəfdəndir. Heç nə olmaz. Şirin ağızla Sağ olun, dadasın. qadınım, sağ olun, var olun. Hə, zəhmət olmasa siz bəri gəlin, biz o kadrı götürək ki, yəni həqiqətində paket bu ünvana verildi. Şirin ağzından inşallah dadasınız. Sağ olun, qadınım, çox sağ olun. Allah köməyiniz olsun. Elə bir video çəkərlər. Tabii tanıma göre. Yox, bildiniz, burulanda bunun bax belə arxaya indi. Riskə vurulmaq lazımdır. Bax, kadr görsəm qədər. Həmişə belə kadr götürəndə bax bu vəziyyətdə gör ki, tamaşaçı da görə bilsin. Mənim gözümə Nebiyəsi. Ay nebiyəsi. Nebiyəsi. Salam, nə təşəb olam? Evimizdə kim var qadına? Heç kim? Salam, nətərsiniz? Nə var, nə yox qadına? Tanıdınız bizi? Yardım getmişik. Hə, problem yoxdur ki? Eyvallah. Neçə övladın var sən? Allah sağ olasın hər ikisi. Qniyaz! Gətirin. Hə, adın nə oldu sizin qadınım? Aynur xanım, hə. Deməli, Aynur xanım, mən sizə indi inşallah ki, ərzaq paketi və ət verəcəm. Qardaban rayonunun Vayovka kəndinin sakinləri tərəfindən 50 manatlıq ərzaq paketi verəcəm. Üzərində 2 kiloqram ət və 2 ədəd çörək isə Hacıqabul rayonunun Qarasu kəndinin sakini Ehtimad qardaşımız və Kamil qardaşımızın maddi dəstəyi ilə. İki qardaşlar tərəfindən. Allah qoşulur. Biraz gel içine. Gel şuraya. Gətirin sağ qaqa. Çox sağ ol Polad əmi. Allah köməyin olsun qadanam. Cibin dolu olsun, ömrün uzun olsun. Amin Allah. Amin. Sağ ol Aynur xanım. Şirin ağzından qadanam. Dadasınız inşallah. Sağ ol. Videomuzu bəyənib paylaşağın ki, daha çox insanların bu kimi gözəl xeyir əməllərindən xəbəri olsun inşallah. Salam, nətəsin? Nə var, nə qadanam? Bayramınız mübarək olsun. Neçə bir illərə çıxasın. Sizin evinizi bizə şutlar, biz sizə yardım etmişik bir neçə dəfə. Erşən Mustafayev danışın. Əvvəllər sizə yardım vermişik. Ərzaq yardımı, bayram qabaqları, pandemiya vaxtı. Bilirəm, bura təzə köçdüyünüzü də bilirik. Siz namaz qılan möminə bacısınız da. Yenə yardım veririk, istəyirik bir də sizə yardım verək. Məsləhətli çəkilişlər. Yox, elə bir dənə sizin özünüzün. Yəni yaxşı, onu da eləmək. Uşaq gəlsin bir dənə, uşağı bir dənə. Biraz gel. Neçə uşağın var? Çağır, övladları çağır, onları görək. Nə təkən başınız görək. Hadi, nədir sənin? Meryem. Nə? Meryem. Hə, nə kişi adım var? Hay Qniyaz! Getir. Gətirin, qaqam, gətirin. Meryem, neçə oxusan başınız görək? 3'te. Səndən bir söz soruşsun, 5 kimi deməzsən. Hə? Sən də mənim aramda qalacaq. De, atacanla. Atadan Meryem, 3 dəfə cümləsi yedir. 6. 9. Dəqiq olsun. 9. Və deyirdin, heç kimə deməyəcəm, öz aramızda qalacaq. Böyüyənin nə olasın? 2. Ay yaşa. Eşit.
Qapı yaparıq. Hə, elə birbaşa qapı yaparım. Birbaşa qapı yaparım. Hə, yox. O tutsana qarası çıxıyor. Nətəsən qadına? Soğur bu işi. Ay, sizə vurma. Sənin adın nədir? Khadija. Xədicə, başına dönərəm. Hə, bacım, siz zəhmət olmasa bir dənə yaxınlaşardınız. Sən nə istəyirsən? 15'te. Sənə bir söz desəm, heç kimə deməzsən. Heç kimə deməzsən ki, aramızda qalar. Hə. De atamızanla. Tamam. 5 dəfə kim neçə eləyir? Və bizim aramızda qalacaq. Nə oldu? Qalmaz aramızda. Hə, adın oldu bacım? Seviş bacım. Sizə deməli, ümumilikdə 81 manat dəyərində sovqat verdik. Onun 50 manatı ərzaqdır. O 50 manatlıq ərzağın pulunu göndəribdi Qardaban rayonunun Vayovka kəndinin sakinləri. Ətimizi və üzərində 2 ədəd çörəyi isə göndəribdi Hacıqabul rayonunun Qarasu kəndinin sakinləri. Etimad və Kamil qardaşlarımız. Sağ olun bacım. Allah kabul et. Teşekkür ederim. Allah kabul et. Sağ olun qadanıza. Sənin adın nədir be? Adın nədir sənin? Tanırsan adını deməyə. Onda heç səndən heç nə soruşmağa dəyməz. Sən öz adını deməyə utanırsan. Hay Musa. Sağ olun, başınıza dönərəm. Bacım sağ olun, Allah köməyiniz olsun. Sağ olun. Hörmətli izləyicilər, çəkilişimiz davam eləyir. Sizlərin yardımı ilə, sizlərin dəstəyi ilə evi, eşiyi olan Günel xanımın, namənin yoldaşı, ailəsinə yardım gətirmişik, düzdür. Ünvanlarına gedə bilmədik, yol bərbad gündədir, bilmirəm. Bu insanlar, bu sakinlər öz yolunuza, özünüzün gedib gələcəyiniz yola bu qədər biganəsiniz. Hərdən deyilir ki, dövlət bunu eləmədi, dövlət onu eləmədi, canım. Özün də ali təhsilli oğlansan, değil mi? Birinci qayğı insanın özündən başlayır. Birinci özündən başlayır. Sən özün bir qayğı çekiyorsan, özün öz yoluna. Sən özün öz ayağını atdığın yerə biganəsən, hələ bir dövlətdən də yeri gələndə narazısan, incirsən ki, yolumuz yoxdur. Ben indi sizə aid deyil, bu ümumi deyiləm. Harada bir 10 dənə ev var da burada. Vallahi hər adama 50 manat bəlkə də çoxdur. Bura maksimum 5 maşın material lazımdır. Töküb elə əlinizlə də yayasınız. Bugünkünü maşın gedə bilmir sizin 100-300 metr məsafədə gəlmişsiniz bura. Nəysə, bu şeydən keçək öz məsələmizə. Nətərsiniz? Vəziyyətiniz? Sağ ol eşin qardaşım. Niyə xəstələnmişsən? Allah şəfanı versin. Bu nə dəyməcələrdən deyək, yoxlamışıq. Allah şəfa versin. Sənin adın nə idi? Tunar. Tunar, maşallah böyümüzsən. İdmana getsənmi? Şoğlu kişisən. Neçə elə o vaxtdan gedənsən? Hətta 2 il. Hadi rəssalam, 2 il. Qaqalar, gətirin, payımızı gətirin. Deməli, Günel, sizə ərzaq, ət verəcəyik. Hər ikisi yardım edən kəslər sizə vaxtında evinizin, eşiyinizin tikilməyinə də yardımcısı olan kəslərdir. Deməli, ərzaq paketimizi Qardaban rayonunun Vayovka kəndinin sakinləri göndəribdi pulunu. Ətin çörəyini isə pulunu göndərib Hacıqabul sakinləri Etimad və Kamil qardaşlar. De, bura qoy qardaşlar. Belə əziz günlərə tutsun, evlatlarının xoş günlərini görsün. Allah razı olsun, Allah çörəklərini ucularını Çörəyin üstünə qoyasınız. Çox sağ olun, əziyyət çəkdiniz Eşin qardaş. Yolumuz da bu qədər xarab olduğu üçün mən də çox soruram. Ən azından biz çayımızı içərdik, evimizə Doğrusu, amma yol. Allah razı olsun, Allah köməyinizə dursun. Çox sağ ol, bizi düşündüyünüz üçün, bizi bir gün, 2 gündə, əziz gündə qapımızı açdınız, gəldiniz. Allah razı olsun. Allah göndərən qardaş bacılarının da canlarını sağ, ömürlərini uzun eləsin. Neçə belə illərə çıxar, əziz günlərə çıxar. Çox sağ olun. Halal xoşun olsun. Bu onda qaqa, Kənan da oğlunu verdi. Hə, Tunar Nihat. Nihat Tunar, hə. Salam deyərsən, çoxlu salam deyərsən. Namə qardaşımla var. Şükür yaxşıdır. Onu verən Allaha qurban olsun. Allah onu ilə verib bizə. Bir dəfə o Amma bizi sabah gələcək o. tuta bilmirik, onu bir tuta bilmirik. Axırıncı dəfə rəhmətli Səbuhu ilə Ramilənin. Hə, Ramilənin. İnşallah o evimizin açılışına dəvət eləsəniz gələrik. Hə, o sözsüzdür. Siz həmişə bizim yanımızda olan adamsınız. Oldu, salamat qalalım inşallah.
Gətirin. Deməli əziz dostlar, burada gəl xanım, gəl yaxın gəl. Səsləri düşsün. Birincisi yanı həqiqətən sizə verildi. Arxama keçin. Əgər çəkilişdə düşmürsə. Ay xanım, zəhmət olmur. Siz Allah köməyiniz olsun. Allah canını sağ eləsin qadın. niyə belə qorxursunuz? Sən qadın tanımdan ona görə. Bu çəkmirəm də, dedim uşağım tələbədir, qızım məktəbdə oxuyur, ona görə çəkmirəm. Amma bu şəraiti görüb, buna yardım verməməyimiz də ürəyimizi narahat edir ki, gəlmişik. Bax, bura necə bir yardım verməyək. Vallahi ehtiyacı olandır. İndi adamlar var, səbəblər var da, bəyan adamlar var, məcburiyyətdən evlərdən qaçır. Gətirin uşaqlar, götürün gəlin. Başa düşüləndə biz hamını başa düşürük əzizim. Bizim məqsədimiz çəkiliş çəkib reklam eləmək deyil. Çəkilişi ona görə çəkilir ki, maddi sübut. Ki, yəni bəli, həqiqətən çat. Adın nədir? Müsalə xanım. Ağlamayın, ağlamayın. Hər şey çələndir. Hə, bu sonuncu paketimiz oldu. Bu da Müsalə xanımın ailəsinə qismət oldu. Kamil qardaşım, Etimad qardaşım və Qardamanlı qardaşlarım. Allah qazancınızı bol eləsin, ruzinizi həmişə tükənməz etsin. Bugün çatdıra bilsək, yenə yardımlarımızı pay edəcəyik, çatdıra bilsək. Halal xoşunuz olsun, şirin ağızla dadasınız. Adam kasıbçılıqdan eyib olmaz, eyib gəlmir. Eyib başqa şeydən gəlir, belə şeydən utanmayın. Biz də görsək sizi çəkmirik. Başa düşürük. Amma bizim də işimiz elədir ki, çəkilişləndir. Yəni biz bu paketləri sayla gəlir. Bunu göndərən insan bizə inanmalıdır, güvənməlidir ki, biz həqiqətən də bu paketi ehtiyacı olana verir. Görürsünüz, ən azı evi çəkirik ki, yəni bu ünvana düşdü. İndi başa düşüləndir. Belə, əziz dostlar və qardaşlar, Allah hamınızdan razı olsun. Sabah da uşaqlar bizə kömək edəcək. Sabahki işimiz daha gərgin olacaq. İndi bugün sadəcə olaraq bir balaca ərzaq məsələsi ilə bağlı. Onu çatdıranməkdir. Yəni hazır ehtiyat ərzağımız olsaydı çatdıra bilərdik. Amma hazır ərzağımız olmadığına görə məcburuq ki, sabah birisi günə saxlayacağıq. Yəni sabah ancaq Şamaxılı qardaşından Hacı Qabullu qardaşın paketlərini paylayacağıq 20 ailəni. Birisi gündə bax bu fərdi şəkildə göndərilən yardımları, yəni yox, ümumi. Məsələn, 2 paket bir qardaşın, 2 paket bir qardaşın. Bir sözlə, əksən sizlərə uşaqlar. Var olun. Allah sizi həmişə var eləsin. Qınyaz, sağ ol. Sən həqiqətən də yaxşı qaqa çıxdın. Bu yardım alanların içərisində deyərdim ki, ən etibarlısan. Hər işdə yürürsən, köməyə gəlirsən. Sağ ol. Sabah da köməklə, mən də bilirəm nə qaracağım. Sabah nə qaracağımı görəcəksin. Detdiyin. Sağ olun şirin ağızla. Sağ olun. Siz varsınız. Yetimlərə, yesirlərə, Təşəkkür. imkansızlara kömək edirsiniz. Amin, amin inşallah.